Ya Rabbim, bağışlanmamış bizleri bu dünyadan aparma. Ey benim sahibim, ey benim Rabbim, ömrümün sonuna dek başıma gelecek gizli ve aşkar hadiselerin hamısı senin təqdirinə bağlıdır. Qazanacaq və itirəcəyim, xeyrim və ziyanım sənin əlindədir. Başqasının yox. İlahi, ehtiyaclarımı sən qarşılamasan, kim qarşılayacaq? Əlimdən sən tutmasan, kim tutacaq? İlahi, məni bağışlamağın təəccüblü deyil. Axı bağışlamaqda səndən üstünlük heç kəs yoxdur. İlahi, bu dünyada günahlarını gizlətdin, mənim günahlarımı bağışladın, günahlarımı örtdün.